Azərbaycan zəngin kulinariyası ilə bütün dünyada məşhurdur. Kulinariyamızda xəmir məmulatlarının özünə məxsus yeri var. Bu məmulatlar içərisində növünə və dadına görə fərqlənən qutab xüsusi zərifliklə hazırlanır. Bölgələrimizə gedərkən yerli sakinlər və qonaqlar yol boyu qutab bişirilən məkanlarla qarşılaşır. Yol kənarında bişən qutabı yemək üçün əsl aşbaz və adamların hər birinin inamını qazanan mətbəx olmalıdır ki, bu dadlı təam nuşicanla yeyilsin. Müxbirimiz Dilbər güşələrimizdən olan İsmayıllı yol kənarlarında bu dadlı təamın ən məşhur növlərindən olan dəvə qutabının hazırlama prosesini işıqlandıran sujet hazırlayıb. İsmayıllı rayonunda dəvə qutabı əsasən restoranlarda, kafe istirahət mərkəzlərində və yerli mətbəx təklif edən kulinariyalarda tapılır. Bakıdan fərqli olaraq burada bu spesifik yeməkləri daha çox məhdud sayda məkanda tapa bilirik. Əvvəllər dəvə ətinin 1 kiloqramı 14-15 manata alınırdısa, bu il bu qiymət 20 manata yüksəlib. Buna görə də yol kənarlarında bişirilən dəvə qutablarının hər biri 4 manata satılır. Biz də yerli məkanda çəkiliş apardıq və baş aşbazdan dəvə ətinin hazırlama prosesini izlədik. Dəvə ətini belə fərqləndirmək olar ki, dəvə əti bişdikcə qızarır və dadında şirinlik var. Amma mal əti bişdikcə qaralır, başqa forma alır və mal əti biraz kəm-turş olur. Belə bir qəribə də olur, amma dəvə əti şirin olur, həm də qızarır. Ondan bilmək olar ki, dəvə ətidir və ya mal ətidir. Dəvə ətini hazır alıb gətiririk, ət maşınından çəkirik, qıyma formasında olur. Sonra onun ədəvaları var, lazım olan ədəvaları vururuq. Pul bibərdir, düyüdür, qara stiyotdur, paprikadır, yəni bunlardan istifadə edirik. Yəni onu da dada gətirməkdən ötürü edirik ki, yəni daha dadlı olsun. Müştərilərə görə daha dadlı olsun. Ət hardasa 20-25 dəqiqə çəkir də, belə deyək. Vaxt aparır, bəli. Bax, qutabı bişirərkən çox tələbat var, yoxsa kababı belə hazır şey? Yox, indi belə deyək də, qutab rahat yeyildiyinə görə, yəni ayaq üstə olduğuna görə belə tez-tez yeyirlər. Ona görə qutabda da tələbat var. Ən çox qutaba? Bəli, bəli. Gün ərzində təxmin neçəsini alır, neçəsini salır? Tələbat neçəsinə təqribən? 30 da olur, 40 da olur, baxır da günlərə baxır. Həftə sonları daha çox olur. Dəvə qutəmizi bişirmək üçün birinci təmizimizi hazırlayırıq, sonra başlayırıq yaymağa. Təxminə 5-10 dəqiqə vaxt. Artıq kündəmiz hazırdır, ətimizi qoya bilərik. Dəvə ətinin dadı başqa olur, mal ətimizin dadı başqa olur. Tamam başqadır. Nə qədər olsa, dəvə əti ilə mal ətinin dadı tamı seçilməlidir. Hazırdır kündələrimiz, qoyuruq pişmək. Artıq hazır, elə? Bəli. Neçə dəqiqə vaxt gedir, məsələn, bir sacın üstündə saxlamaq? Baxır o sacın yanma ərəfəsi yaxşı olanda 5 dəqiqəyə, 3 dəqiqəyə. Əsas odur ki, sacımızın altı yaxşı, normalını yananda, İstiq olsun. normalını da pişir. Yol kənarında dəvə qutabı yeyənlərin sayı ildən ilə artır. Lakin onlar deyir ki, hər məkanda qutab yemirlər. Yalnız inandıqları yerlərdə dəvə qutabı yeyirlər. Səbəbi isə bəzi məkanlarda qutabın altına mal və digər qeyri-qanuni ətlərdən istifadə olunmasıdır. Buna görə də onlar hər dəfə İsmayıllı rayonuna gəldikdə yalnız burada tanıdıqları məkanlarda dəvə qutabı yeyirlər. Biz ilin müxtəlif fəsillərində həm buradan İsmayıllıdan Bakıya, həm Bakıdan İsmayıllı və sair bölgələrə gedəndə həmişə bu məkanda əyləşirik. Düzdür, biz Bakı şəhərində də yemişik dəvə qutabını, göy qutabını, nə bilim, mal qutabını və s. Ancaq bu məkanda digər qutablara baxanda dəvə qutabının bir özünə məxsus bir xüsusiyyəti var, bir dadı var. Ona görə xoşlayırıq və həmişə gələndə, bu yolu keçəndə bu məkanda əyləşib dəvə qutabından yeyirik və bütün dostlara da, bizi tanıyan, tanımayan hamıya da məsləhət bilirik ki, yol üstü gedəndə yolların buradan salsınlar, peşman olmazlar. Gözəl dəvə qutabı verirlər burada, doğrudan da ağzınızın, damağınızın belə deyək də dadını dəyişin. Dəvə qutabı superdir, həqiqətən superdir. Həmişə biz bu yol üstü keçəndə bu məkandan gəlirik, bu məkanda yeyirik. Həm təmizdir, həm də düzgündür və dadlıdır. Bu qədər danışmaqdansa gəlsinlər, yesinlər, tamına baxsınlar, sonra qiymət verərlər. Super. Deməli, dəvə qutabının tamı tam başqa olur. Super, super.
Nuş olsun. Sakinlər belə deyirlər. Biz hər zaman bura gələndə dəvə qutabını bu məkanda yeyirik. Çünki burada əminik ki, təbii ət və inqrediyentlərdən istifadə olunur. Qutab həqiqətən də başqa heç bir yerdə belə dadlı olmur. Bu məkanda isə çox etibarlıdır. Rafiq Həsənov, Elçin Məlikov, Ülfiyə Orucova, İsmayıllı.